Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Deməli, növbəti dərsin istədim ki, izahını video şəklində göndərim. Çünki burada sizə izah edə baxarsınız. Hər bir məqamın açıqlaması var, amma yenə də istədim sizə bir özüm də izahlı şəkildə açıqlama verim. Deməli, baxırıq, bax sizə sual verilə bilər ki, kurikulum nədir? Kurikulum bir təhsil proqramıdır. Yəni biz hər bir fənnin də öz kurikulumu var. Musiqinin öz kurikulumu var, riyaziyyatın öz kurikulumu var, fiziki tərbiyənin öz kurikulumu var. Yəni bütün fənlərin öz kurikulumları var. Və biz o kurikulumun vasitəsilə illik planımızı hazırlayırıq və yaxud da dərslərimizin gedişatını, o proqram vasitəsilə təlim strategiyamızı, təlim metodumuzu müəyyənləşdiririk. Bizə bir növ bu proqram vasitəsi köməklik edir ki, işimizin uyğunlaşdırmağımız üçün, onun vasitəsilə işimizi bir müəllim kimi reallaşdırmağımız üçün. Deməli, kurikulum təhsil proqramıdır. Kurikulumun qayda olaraq deyirik ki, təhsilin məzmunu, təşkili və qiymətləndirməsi ilə bağlı konseptual sənəddir. Konseptual birdən soruşa bilərlər ki, sözünün mənası nədir? Konseptual anlayışlar toplusu və ya ictimai sənəd də deyə bilərik. Anlayışlar toplusu və ya ictimai sənəd. Azərbaycanda ilk dəfə 2008-ci ildən etibarən kurikulumdan istifadə olunur, kurikulum tətbiq olunub, yəni artıq məktəblərimizdə kurikulum sistemindən istifadə olunub. Sonra, məzmun əsas standart və alt standart haqqında nə deyə bilərsiniz kimi soruşa bilərlər sizdən müəllimlər. Bax, məzmun standartı elə alt standart. Alt standartda deyə bilərik, məzmun standartı da deyə bilərik. Ümumiyyətlə biz bilirik ki, məzmun standartı dəqiqliklə bizə işimizi görmək üçün yol göstərən bir məqamdır. Belə deyək də, məzmun standartı dövlət tələbidir. Məzmun standartını bizə dövlət verir. Yəni, alt standart və ya məzmun standartı, yenə deyirəm, eyni bir şeydir. Yəni, alt standartı dövlət verir bizə və biz o alt standartları 3 rəqəmli kodla ifadə olunur. Birinci rəqəm məzmun xəttidir. İkinci rəqəm əsas standartdır. Üçüncü rəqəm isə alt standartı bildirir. Və məsələn, onun rəqəmin biri yazılan zaman bu məzmun xəttimizdir. 1-2, tutaq ki, yazılıb 1-1 və yaxud da 1-2. Bu əsas standartdır. Amma 1-1-1 yazılıbsa və yaxud da 1-2-1-1-2-2, bu artıq 3 rəqəmlə qeyd olunursa, bu alt standartı göstərir. Eyni zamanda alt standartın qaydasında da deyirik ki, təhsil alanların və təhsil verənlərin qarşısına qoyulan dövlət, minimal dövlət tələbidir. Yəni, təhsil alanların qarşısına qoyulan tələb kimi şagirdlərin tələbi budur ki, həmin standartları il ərzində, belə deyək də, bilik bacarığa çevirməlidirlər. Həmin onların öhdəsindən, həmin standartların öhdəsindən gəlməyi bacarmalıdırlar. Onları fəaliyyət kimi tətbiq etməli, bacarmalıdırlar. Təhsil verənlərin də qarşısına, yəni müəllimlərin də qarşısına qoyulan tələb budur ki, həmin standartları şagirdlərə mənimsədə bilsinlər. Yəni, biliyi ötürən kimdir? Müəllim. Amma bacarığı tətbiq edən kimdir? Şagird. Yəni, müəllimin də, təhsil verənin də qarşısına qoyulan tələb, minimal tələb budur ki, dövlət tələbi. Həmin o standartları şagirdlərinə mənimsətsin, eyni zamanda onları, bilikləri, informasiyaları ötürsün. Ona görə deyirik ki, həm təhsil alanın, həm də təhsil verənin qarşısına qoyulan dövlət tələbidir. Məzmun xətti nədir müəllimlər? Məzmun, yəni hər bir fənnin məzmunu da əsas hissəsi, bünövrəsi, təməli. Yəni biz belə deyək, dəyişməz bir məqamı, zəruri hissəsi. Məzmun xətti məzmunun zəruri əsas hissəsidir. Hər bir fənnin öz məzmun xətti və bu məzmun 1-ci sinifdən 11-ə qədər dəyişməz olaraq qalır. O məzmuna xidmət edir. Biz o məzmuna xidmət edirik il ərzində. Məsələn, musiqinin 3 dənə məzmun xətti var. Musiqi aləmi, emosional dəyərləndirmə, musiqi fəaliyyəti. Biz 1-ci sinifdə də 2-də, 3-də, 4, 5, 6, 7, 8, 9-a qədər olur da musiqi. Biz 9-a qədər bu məzmunu mənimsətməyə çalışırıq. Bu məzmun əsasında gedirik. Məsələn, musiqi aləmi mövzuları keçərkən musiqi aləminə emosional dəyərləndirməyə xidmət edirik. Çalışırıq şagirdlərdə emosional dəyəri formalaşdıraq və musiqi fəaliyyəti, məsələn, rəqs etsinlər, mahnı oxusunlar və yaxud da obraz canlandırsınlar, ritm tutsunlar, düzgün ritm vursunlar, xor oxusunlar. Bax, bu nədir? Musiqi fəaliyyəti. Emosional dəyərləndirmələri də budur ki, məsələn, emosiyalar nədir? Musiqiləri müqayisə etməkləri, musiqilərin xarakterini müəyyən etməsi, əhval-ruhiyyələrini müəyyən etməsi, əhval-ruhiyyələrinə münasibət bildirməkləri,
və yaxud da onların ritmini müəyyən etməkləri. Bunlar hamısı emosional dəyərləndirmədir. Musiqi aləmindəki bax, bəstəkarların həyat yaradıcılığını bilməkləri, bəstəkarlarımızın əsərlərini tanımaqları, bəstəkarlarımız haqqında məlumatlar olmağı, mahnılar haqqında dünya bəstəkarları, Azərbaycan bəstəkarları haqqında məlumatları olmağı, onları tanımaqları, informasiyaların olması musiqi aləmidir. Notları tanımaqları, onlara notları öyrətməyimiz, yəni hər bir şey, nəzəri biliklərini falan, bunlar artıq musiqi aləmidir. Yəni bu məzmun dəyişmir. Biz hər il bu məzmun əsasında, bu 3 məzmun əsasında qururuq işlərimizi. Ona görə deyir ki, məzmun xətti fənnin əsas zəruri hissəsidir, dəyişməzdir. Yəni hər zaman eyni qalır, il-ildən və yaxud da sinifdən sinifə heç vaxt dəyişmir. Yəni bir məzmun xətti olur ki, hər fənn üzrə o ömürlük elə də gedir. Biz o məzmuna xidmət edirik. Əsas standartı isə, deməli, əsas bizə 6 standart lazım olur. Onu deyim ki, 6 standart bizə həm illik planımızda, həm gündəlik planımızda qeyd etdiyimiz 6 standartdır. Perspektiv planı hazırlayan zamanda 6 standart əsasən hazırlayırıq. Cari planımızı hazırlayan zamanda 6 standarta əsasən edirik və 6 standarta xidmət edirik. Biz hətta dərsin məqsədini yazanda da 6 standartdan çıxarırıq dərsin məqsədini. Lakin əsas standart məmlər istifadə olunmur, amma əsas standart bilirsiniz nədir? Bir neçə mövzunun ümumiləşməsi və yaxud da bir bölmədə keçirilən mövzuların birləşməsi əsas standartdır. 2 rəqəmli kodla ifadə olunur. Yəni belə deyək də, əsas standart əsasən dəyişmir. Lazım gərkərsə dəyişir. Əsas standart dəyişmir, dəyişməz olaraq qalır o da. Lakin yenə deyirəm, sanki bir bölmənin əhatə edir. Bir bölmədə keçəcək mövzuların ümumiləşməsi əsas standartdır. Amma alt standart hər mövzu, yəni mövzunun ayrı-ayrılıqda mənimsənilməsi. Alt standart haqqında danışdıq. Dedik ki, 3 rəqəmli kodla qeyd olunur. Həm illik, həm gündəlik planı hazırlayarkən alt standartı qeyd edirik, alt standarta xidmət edirik. Alt standart hər il dəyişir. Yəni sadədən mürəkkəbə doğru dəyişir. Bunu biz dəyişmirik, dövlətin tələbidir. Və alt standart deyək ki, belə deyək də, bir dərs üçün biz bir dənə də standart reallaşdıra bilərik, 2 dənə, maksimum 3 dənə. Bu da baxır reallaşdıra biləcəyiksə qeyd edirik. Reallaşdıra bilməriksə qeyd etmirik. Sonra alt standart dedik ki, bu il verilən standartları bu ildə biz şagirdlərimizə mənimsətməliyik, növbəti ilə saxlaya bilməliyik. Çünki hər alt standart həmin il üçün keçərlidir. 5-ci sinifin standartları var. Biz onu 6-ya saxlaya bilmərik ki, şagird bu il bunu mənimsəyə bilmir, qalsın növbəti ilə. Çünki növbəti ilin öz standartları olacaq. Yenə deyirəm, sadədən mürəkkəbə doğru standartlar dəyişir. Sonra alt standart dedik ki, dərsin məqsədi ilə ona əsasən çıxarılır və biz bu alt standartların kodlarının mənasını, 3 rəqəmli kodun 1, 2, 3 və yaxud da 1, 1, 1-nin mənasını metodik vəsaitlər vasitəsilə öyrənə bilərik. Çünki hər bir fənnin öz kurikulumundan, yəni və yaxud da metodik vəsaitində öz əksini tapır bunlar. Elə biz illik planımızı da hazırlayan zaman, cari planımızı da hazırlayan zaman metodik vəsaitlərdən istifadə edirik ki, metodik vəsait dövlət hər bir fənn üçün metodik vəsait verib ki, o metodik vəsaitdə bizə hər bir detallı şəkildə standartlarımız da verilib və yaxud da planımızı qurmağımızla bağlı bizə bir orada istiqamətlər də verilmişdir. Sonra alt standart dedik, nəyə xidmət edir? Bu haqda danışdıq və hər sinifin öz alt standartları olur. Sonra sizə sual verə bilərlər ki, təlim nəticəsi nədir müəllimlər? Təlim nəticəsi elə dərsin məqsədi və ya təlim nəticəsi eyni bir şeydir. Yəni sonda əldə edəcək bilik bacarıqların əvvəlcədən müəyyən edilməsi. Təlim nədir? Bir dərs. Bu təlimin sonunda şagirdlər hansı nailiyyətləri əldə edəcəklərsə, bunu əvvəlcədən bizim sanki planlamağımız, məqsəd kimi yazmağımız. Məqsədimizdir ki, şagirdlər sonda bu bilik bacarığa nail olacaqlar. Bu dərsin sonunda bu nailiyyətə çatmalıdırlar. Bu, məsələn, və yaxud da bax, indi təlim nəticələri müxtəlif olur, onları da qeyd edəcəm. Sonda çatacağımız bilik bacarıqlarının əvvəlcədən müəyyən edilməsi, məqsədli şəkildə müəyyən edilməsi təlim nəticəsidir. Bax, görürsünüz, müxtəlif təlim nəticələri ola bilər. Səviyyə üzrə təlim nəticələri. Səviyyə üzrə budur. Məsələn, biz bilirik ki, təhsilin səviyyələri var da. Məsələn, ümumi təhsilin səviyyələri ibtidai təhsil, ümumi orta təhsil, yəni 9-un
bitirilməsi, bir də tam orta təhsil, bu da 11-ci sinifdir. Yəni 4-cü sinifin, 9-un və 11-in sonu üçün olan təlim nəticələri, təlim məqsədləri, yəni onlar məqsəd nədir? 9-un sonunda şagird nələri bilməlidir, hansı bacarıqlara yiyələnməlidir və yaxud 11-in sonunda və yaxud 4-cü sinifi bitirən, ibtidaini bitirən şagird hansı təlimə yiyələnməlidir, məqsədi, hansı məqsədlərə nail olunmalıdır, məqsədimiz nədirsə onlarla bağlı. Bunlar olur səviyyə üzrə təlim nəticələri. Məzmun xətti üzrə təlim nəticələri, yəni məzmun xəttləri üzrə də, yəni bizim məqsədimiz nədir? Bu məzmunların sonunda şagirdin hansı nailiyyətlərə çatacağının əvvəlcədən müəyyən edilməsi, məqsəd şəklində müəyyən edilməsi, bu olur məzmun xətti üzrə təlim nəticəsi. Sinif üzrə təlim nəticələri hər sinif üçün. 5-ci sinifin sonu üçün olan məqsədlərimiz, 6-nın sonu üçün, 7-nin sonu üçün olan belə də təlim məqsədlərimiz və ya təlim nəticələrimiz olur sinif üzrə təlim nəticələri. Dərsdən gözlənilən təlim nəticələri 1:45 dəqiqədən söhbət gedir ki, bir dərsin sonunda şagirdlərin məqsədimiz nədir? Şagirdlər hansı bilik bacarıqlara nail olacaq? Sonda nə əldə edəcəklər? Təlimin nəticəsində nə əldə edəcəklər? Bu da olur dərsdən gözlənilən təlim nəticəsi. Sonra bax, deyir ki, dərsdən gözlənilən təlim nəticəsi nəyə xidmət edir? Əlbəttə ki, alt standarda xidmət edir. Hətta yenilənmiş kurikuluma görə biz alt standartın özünü dərsin təlim nəticəsi kimi də qeyd edə bilərik. Sonra bəzi hallarda, yəni elə standartlar varsa, elə onu dərsin məqsədi kimi yazmaq olar, amma həmişə yox. Bu həmişə olmur. Elə standartlar var ki, elə onu dərsin məqsədi kimi də, yaxud da təlim nəticəsi kimi də qeyd etmək olar. Təlim nəticəsi necə müəyyən olunur? Dedik ki, əsasən alt standart əsasən müəyyən olur. Yəni alt standartdan uyğunluq təşkil etməlidir. Biz təlim nəticəmizi dərsin məqsədini alt standartdan çıxarırıq və taksonomiyanın feillərindən, dinamik feillərindən istifadə etməliyik. Statik feillərdən deyil, dinamik feillərdən istifadə etməliyik və smart texnologiyasına xidmət etməlidir. Smarta uyğun olmalıdır. Deməli, mənimlə bir dənə dinamiklə statik feili sizə izah edəm. Statik feillər bilir, bacarır, yazır, öyrənir. Bunlar statik feillərdir. Və yaxud da öyrədir, öyrədən kimdir? Müəllim. Bunlar olmaz. Bilir, nəyi bilir? Biz açıq şəkildə etməliyik. Onu bu dəqiqə tətbiq etməlidir. Yəni, ona görə deyirik, taksonomiyanın feillərindən tətbiq edir, müqayisə edir, nümunə gətirir, izah edir, təhlil edir, dəyərləndirir. Bu kimi sözlər olmalıdır. Bu kimi ifadələr olmalıdır. Ona görə deyirik ki, dinamik feillərdən istifadə olunmalıdır. Məsələn, şagird bəstəkar haqqında bilir. Çox şey bilə bilər. Bu düzgün təlim nəticəsi deyil. Axı biz demişik, təlim nəticəsi spesifik olmalıdır, dəqiqliklə olmalıdır. Yəni, bu düzgün deyil. Şagird nəyi bilir? Konkret bir şey qeyd etmirik. Amma desəm ki, şagird Üzeyir Hacıbəylinin muğam operalarını müqayisə edir, muğam operaları haqqında fikir ifadə edir. Bu artıq düzgün təlim nəticəsi ola bilər. Yəni, dinamik feillərdən istifadə olunmuş sayılır. Sonra dedik ki, smart texnikasına uyğun hazırlamalıyıq müəllimlər. Smartın başlıq hərfləridir, S, M, A, R, T. S spesifik, dəqiq, aydın olmalıdır. Yəni, bax, dediyim kimi, bilir, bacarır, şagird, məsələn, deyirəm ki, ritmik bacarıqları var. Ritmik bacarıqları var, yox. Dəqiqliklə nədə bacardı, nəyi göstərdi, onu qeyd etməliyik. Və yaxud da ki, Koroğlu operasını tanıyır, yox. Yəni, mən də çox şey tanıya bilərəm. Dəqiqliklə qeyd etməliyik. Koroğlu operasında nəyi bildirib, nəyi tanıyıb, nəyi deyib ki, biz bu fikrə gəlmişik ki, tanıyır. Onu dəqiqliklə bildirməliyik. Sonra M hərfi ölçülə bilən olmalıdır. Yəni, qiymətləndirmək olsun. Elə məqsəd qoyaq ki, biz onu qiymətləndirə bilək də, ona uyğun tapşırıq verə bilək. Yəni, elə bir məqsəd qoymalıyıq, elə təlim nəticəsi qoymalıyıq ki, onu ölçmək olsun, ona uyğun tapşırıq verə bilək şagirdlərə. Məsələn, tutaq ki, qoymuşam ki, bir tapşırıq ki, tutaq ki, nə deyək? Məsələn, deyək ki, Üzeyir Hacıbəylinin əsərindəki, məsələn, obrazları müqayisə edir. Məsələn, mən əgər obrazlara uyğun bir tapşırıq verə bilməyəcəmsə şagirdi, ona uyğun qiymətləndirə bilməyəcəmsə, bunu yazmağımız yersizdir.
Sonra A hərfindən asan nə çətin? Bəli, təlim nəticəsi nə çox asan olmamalıdır. Çünki sinifin şagirdlərinin səviyyəsi eyni deyil. Biraz yaxşı bilən də var, orta bilən də var, daha güclü potensiallı var. Çox asan eləsək, həmin o yüksək səviyyəli şagirdlərimizə maraqsız gələcək, inkişaf etdirici gəlməyəcək və yaxud da çox çətin səviyyəli eləsək, o zaman sinifin zəif şagirdləri, zəif potensiallı şagirdləri çətinlik çəkəcək. Ona görə orta, nə çox çətin, nə çox asan qeyd olunmamalıdır dərsin təlim nəticəsi. Sonra real imkanlar nəzərə alınmalı. Yəni R-nı resurs kimi nəzərinizdə saxlayın. Resurslar nəzərə alınmalıdır ki, məsələn, mən orada təlim nəticəsində qeyd edirəm ki, tutaq ki, ritmik bacarıqlarını musiqi alətində nümayiş etdirir. Əgər sinifdə bir mənim musiqi alətim yoxdursa, ritmik bacarıqları nümayiş etdirmək üçün mənim bir musiqi alətim yoxdursa, onu yazmamız düzgün deyil. Sabah bizim o təlim nəticəmizdə, bir dərsimizdə kimsə gəlib otursa, o təlim nəticəmizi oxusa və görsə ki, biz dərsin gedişatında şagirdlərə belə bir şey etdirmirik, deyəcək, mənim ora niyə yazmısınız ki onu? Bəs onu niyə qeyd eləmişsiniz? Ya siz dərsin məqsədini qeyd eləmişsinizsə, onu reallaşdırmalısınız. Məqsədi qeyd etdiyiniz kimi reallaşdırmalısınız. Əgər reallaşdıra bilmirsinizsə, niyə qeyd eləmişsiniz? Elə bir resursunuz, vəsaitiniz yoxdursa, elə bir musiqi alətiniz yoxdursa, niyə qeyd eləmişsiniz? Və yaxud da, məsələn, kompüterdə filan tutaq ki də proqramı göstərir. Əgər mənim sinif otağımda kompüter yoxdursa, elə bir avadanlıq yoxdursa, məktəbdə elə bir şəraitim yoxdursa, mənim onu təlim nəticəsində qeyd etməyim düzgün deyil. Ona görə real imkanlar nəzərə alınmalıdır. T-dakı vaxt deməkdir müəllimlər. Yəni, vaxtı nəzərə almalı. Elə təlim nəticəsi qoyaq ki, uşaqlar onu 45 dəqiqədə reallaşdıra bilsin. Bəzən təlim nəticəsi elə mürəkkəb ola bilər ki, və yaxud da qoyurlar 2 dənə, 3 dənə təlim nəticəsi. 3 dənə təlim nəticəsini bir dərsə reallaşdıra biləcəksən, hər birinin ayrı-ayrılıqda məqsədi var. Onu reallaşdıra biləcəksənsə yaz. Reallaşdıra bilməyəcəksənsə yalandan yazıb, vaxtı nəzərə almırsansa bu düzgün deyil. Burada artıq qanundan kənar bir şeydir. Yəni, vaxt 45 dəqiqədə onu reallaşdıra bilək, həyata keçirə bilsin uşaqlar. Sonra burada illik planında nələr qeyd olunur? Bax, bu da sizə sual kimi verilə bilər. İllik plan məktəbdən məktəbə görə bəzən dəyişə bilir. İndi onu vurğulayacağam, amma əsas yəni qanunla standart qeyd olunur. Yəni alt standart. Sonra tədris vahidi bölmə qeyd olunur. Mövzu, inteqrasiya, qiymətləndirmə, saat, tarix. Bunlar illik planda qeyd olunur. İllik planı bəzən məktəblərə görə dəyişir. Elə məktəb var, inteqrasiya yerini, qiymətləndirmə, resurs yazılmır heç. Yalnız qeyd olunur mövzu, saat, tarix, bir də standart. Bu məktəbdən məktəbin, indi hər məktəbin öz qanunları var da, bilirsiniz, məktəb daxilində öz qanunları olur, rəhbərliyin öz belə deyək də fikirləri, ideyalar olur ki, ona görə dəyişə bilər. Sonra illik planı necə hazırlayır? Metodik vəsait vasitəsilə dərslikdən, illik planı hazırlayan zaman bizə metodik vəsait, təqvim, mütləq təqvim lazımdır. Çünki tarixləri düzmək üçün və illik planda qeyd olunanları da qeyd etdik. Və mütləq şəkildə illik plan hazırlanan zaman dərsimizin, belə deyək də, məsələn, dərs bölgümüzü bilməliyik ki, ona uyğun illik planı hazırlayaq. Mən bilirəm ki, həftənin, məsələn, 1, 3, 5-ci günləri mənim dərsim olur və mən planımın təqvimdə də o günlərə yazmalıyam da, tarixləri düzəndə onu nəzərə almalıyam. Dərs cədvəlimlə uyğunlaşdırmalıyam dərslərimin təqvimdəki yerini. Və bilirik ki, illik planda əsasən dəyişiklik, desələr ki, illik planda dəyişiklik etmək olar. Əslində, illik planda dəyişiklik etmək, böyük bir dəyişiklik etmək olmaz. Çünki illik plan tam qanuni şəkildə dövlətin bizə qoyduğu qanunlar əsasən hazırlanır. İllik planı hazırlayan zaman dediyimiz kimi metodik vəsaitdən, dəstəkdən istifadə edə bilərik, təqvimdən istifadə edirik və illik planımız hazırlanandan sonra metod birləşmə rəhbərinə metodistə göstəririk. Onun baxır, əgər nəsə bir çatışmamazlıq varsa düzəliş etməyə bizə istiqamət verir, yoxdursa imzalayır, sonra direktor müavini, sonra da direktor imzalayır və istifadəyə veririk. Metod birləşmə rəhbəri kimdir desək, indi birdən soruşsalar, əlbəttə ki, işləyən müəllimlərimiz hamısı bilir. Metod birləşmə rəhbəri, yəni bu işin metodikasını yaxşı bilən, sizin fənninizə uyğun bir şəxsi seçirlər, metod birləşmə rəhbəri. Yəni metodistlik, bacarığı olan, yəni bax belə deyək də, kurikulumdan anlayışı olan bir şəxsi seçirlər, metod birləşmə rəhbəri ki, digər müəllimlərə kömək etsin, metodikadan köməklik etsin. Məsələn, riyaziyyatların öz metod birləşmə rəhbəri var,
deyək ki, tarixçilərin öz metod birləşmə rəhbəri olur və bizdə də öz işimizlə bağlı, planlarımızla bağlı bir çətinliyimiz olanda ona müraciət edirik, bizə dəstək olur. Sonra refleksiya nədir? Refleksiyasız dərs ola bilərmi? Refleksiya dərsin sonunda, belə deyək də, şagirdlərin dərsi nə dərəcədə mənimsədiyini müəyyən edən bir məqamdır ki, sonda nəyi öyrəndik, nəyi öyrənmədik, nədə çətinlik çəkdik, öyrəndiklərini bir növ təkmilləşdirmək üçün, boşluqları aradan qaldırmaq üçün istifadə olunur. Müxtəlif üsullardan istifadə edə bilərik. 3-2-1-dən, PIBÖ-dən, çıxış biletindən, müzakirə üsulundan, həm də refleksiya şagirddə metokognitiv bacarığı inkişaf etdirir, öz işini refleksiya edir ki, mən nəyi səhv etdim, nəyi bildim. Bugün məsələn, nəyi öyrəndim, bunları müəyyən etmək üçün müəllimə də kömək olur ki, refleksiya ki, növbəti dərsin planında ona uyğun qurmaq üçün, şagirdlər bugün bunları mənimsəmədi, onlara bir də toxunmaq üçün refleksiya mütləq də lazımdır. Sonra gündəlik planda nələr qeyd olunur məndə? Gündəlik planda da deməli standart, alt standart, dərsin məqsədi, mövzu, təlim strategiyaları. Təlim strategiyaları deyəndə iş üsulları, iş formaları, resurslar, inteqrasiya, motivasiya, refleksiya, bax bunlardır. Qiymətləndirmə meyarları və refleksiya qeyd olunur. Qiymətləndirmə meyarları da bilirik ki, meyar nədir? 4 səviyyə üzrə hazırlanır ki, çünki şagirdlərimiz hamısı eyni səviyyədə olmadığına görə 4 meyar üzərində qiymətləndiririk. Meyarı hazırlayarkən 1-ci səviyyə, 2-ci səviyyə, 3, 4-cü səviyyələ hazırlayır ki, məsələn, tutaq ki, şagirdlərə mahnı oxutdurduq, hamı eyni səviyyədə oxumadı ki, ona görə səviyyələrə görə qiymətləndirəcəyik. 1-ci səviyyə, məsələn, çaşa-çaşa oxuyur, 2-ci səviyyə, deyək ki, arada melodiyadan çıxır, bəzi çətinlikləri olandır, 3-cü səviyyə, nisbətən yaxşı oxuyandır. 4-cü səviyyə isə səhvsiz və düzgün əla oxuyan şagirddir. Bu səviyyələr üzrə qiymətləndiririk şagirdlərimizi. Sonra baxın görürsünüz, gündəlik planda alt standart, mövzunun adı, dərsin təlim nəticəsi, yəni məqsədi, qiymətləndirmə meyarı, öyrənmə fəaliyyəti və refleksiya. Öyrənmə fəaliyyəti dərsin motivasiya mərhələsidir. Yenə deyirəm, təlim üsulu, iş üsulu, yəni iş formasıdır, inteqrasiyamızdır. Öyrədici olması üçün istifadə olunan resurslardır ki, bunlar qeyd olunur. Bu da bizim cari plan. Cari planda bilirsiniz ki, özümüz hazırlayırıq. Yəni dərsin məqsədinə uyğun. Desələr, təlim strategiyalarını nəyə əsasən müəyyənləşdirirsiniz? Əlbəttə ki, dərsin məqsədinə uyğun. Dərsin məqsədinə uyğun olmalıdır. Dərsimin məqsədi nədirsə, ona uyğun iş üsulu müəyyənləşdirəm ki, mən bu məqsədi bu iş üsulu vasitəsilə həyata keçirə bilərəm. Ona görə də bu iş formasından istifadə etməliyəm. Və yaxud da bu məqsədi reallaşdırmaq üçün bu motivasiyadan, bu strategiyalardan istifadə etsəm, nail ola bilərik. Gündəlik plan nəyə görə vacibdir? Çünki dərsin mərhələli getmək üçün, müəllim dərsə hazırlıqlı olması üçün, dərsin axıcı, uğurlu, səmərəli keçməsi üçün mütləqdir planımız. Biri var, mən dərsə girim, fikirləşim, nə keçəcəm, nə edəcəm bugün, nə görəsən hansı üsulla keçim dərsimi. Bir var, mən əvvəlcədən planlamışam ki, dərsə girəndə motivasiyam bu olacaq və vaxtıma da qənaət edirəm və işimin necə gedəcəyini də artıq əvvəlcədən müəyyənləşdirirəm. Sonra mənimlə burada psixoloji suallar da olacaq, onlara özünüz baxarsınız. Deməli, bax, mənəvi dəyərləri formalaşmaq üçün nə etmək olar? Əlbəttə ki, mənəvi dəyərləri aşılamaq üçün, bax, burada görürsünüz, empatiyasını formalaşdırmalıyıq, onlarda hörmət, qayğı hisslərini formalaşdırmalıyıq. Uşaqlara mənəvi dəyərləri formalaşdırmaq üçün uşaqları evinə apara bilərik, qocaları evinə apara bilərik. Buzqıran strategiyalarından demişdik, ilin əvvəlində istifadə edə bilərik ki, bu da çox yaxşıdır ki, uşaqlar bir-birini yaxından tanıyır, bir-birinə hörmət edir, empatiya göstərir. İllik planda dəyişiklik etmək olarmı? Belə dəyişiklik edə bilərik də. Məsələn, deyək ki, bu mövzu, bu dərs, görürəm ki, uşaqlar dərsi yaxşı mənimsəmədilər, çətinlik çəkdilər. Mən bu dərsi bir dərsə keçməli idim. Növbəti, məsələn, elə bir dərsim var ki, ona 2 saata keçirik də, olur bəzən 3 saat. Tutaq ki, 6-cı sinifdə polifoniya mövzusu 2 dərsə keçirilir, planda qeyd olunur 2 dərsə. Amma baxıram, bu dərsimi uşaqlar mənimsəməyib, onun 1 saatını götürüb bura əlavə edib, planımda dəyişikdə bir dərsdə bunu əlavə edə bilərəm ki, bu dərsi 2 dəfəyə keçib. Bu kimi dəyişiklik edə bilərik. Bayramlara düşən zaman bəzən özümüz də gözləmədən təqvimdən kənar bir
əlamətdar günlər, hər hansısa bir hadisə baş verir, məktəbə getmirlər, çovğun olur, nə bilim, məktəb 3 gün, 5 gün bağlanır. O zaman planınızı dəyişdirə bilər. Tutaq ki, bu dərsi 2 dərsə keçəcəkdim, bir dərsə keçib o birinə əlavə edirəm ki, il ərzində çatdıra bilim mövzuları və yaxud da bir dərs üçün 2 dənə mövzunu həyata keçirməyə çalışıb, ikisini bir yerdə yazıb həyata keçirirəm. Bir də ki, bəzən çox vaxt olur bu, Novruz bayramı yazılıb proqramda, amma baxıram ki, mən onu keçsəm, məsələn, kitabla eyni vaxtda keçsək, proqramla, gəlib çıxır aprel-may aylarına. Bu kimi dəyişiklik etmək olar ki, onları qabağa çəkmək, mövzuların yerini planda dəyişmək. Tutaq ki, oradakı mövzunu aparıb onun yerinə qoyma, oradakini gətirib bura qoyma. Bu kimi dəyişikliklər də edə bilərik illik planda. Sonra, məsələn, dediyim kimi də, yəni, hər hansısa bir dərsə 2 saat ayrılmışdı. Baxıram ki, mən ilin axırına kimi 34 saata tamamlaya bilməyəcəm axı. Onun 1 saatını o birinə əlavə edə bilərəm. Bax, bu kimi mövzuların yerində dəyişiklik edə bilərəm. Bunu əvvələ çəkə bilərəm, onu o birinin yerinə. Yəni, bu kimi dəyişiklik edə bilərik. Sonra, burada dinləyib anlamaq bacarıqlarını necə formalaşdırmaq olar? Hansı üsullar vasitəsilə? Məsələn, 4M1K-dan istifadə edə bilərik. Orada suallar texnikası idi. Nə, niyə, necə, kim, harada. Sonra, qızıl dairə də 3 dənə sual əsasındaydı. Auksiyondan istifadə edə bilərik. Akvarium bilirdik ki, müzakirə aparılırdı da daxili və xarici qrupda. Xaricdəkilər daxildəkiləri dinləyirdilər. Auksiyonda da dinləmək lazım idi. Çünki hərraca bənzəyirdi. Son deyən qalib olurdu. Gərək hamı bir-birini dinləsin ki, son, yəni deyiləni eşitməlisən ki, birinin dediyini digəri təkrarlamazsan. Bunlardan istifadə etmək olar. Sokrat dialoqundan hər verilən sualdan cavabından yeni sual çıxırdı ortaya. Bu da uşaqlarda dinləmək bacarığı tələb edirdi. Yəni, müxtəlif dinləmə mətnləri səsləndirməklə, şifahi sual cavab etməklə şagirdlərdə dinləmək bacarıqlarını, dinləyib anlamaq bacarıqlarını inkişaf etdirə bilərik. Sonra müstəqil öyrənmə bacarığını necə formalaşdırmaq olar? Məsələn, onlara elə bir tapşırıqlar verə bilərik ki, özləri gedib araşdırsınlar. Məsələn, gedin, tutaq ki, Üzeyir Hacıbəyli haqqında araşdırma aparın. Gedin uşaqlar, retro musiqiləri haqqında, məsələn, tutaq ki, araşdırma aparın. Nəsə, bax, belə müstəqil öyrənmə, o zaman müstəqil öyrənir uşaq. Məsələn, bir ev tapşırıq kimi nəsə veririk, gedin bunu araşdırın, təqdimat hazırlayın, nə bilim, bir şey edin. Bunlar uşaqlarda müstəqil öyrənmək bacarıqlarını inkişaf etdirir. 21-ci əsr bacarıqları hansılardır? Bilirik ki, bizim 21-ci əsr bacarıqlarımız var ki, rəqəmsal savadlıq, şəxsi sosial öyrənmək, sahibkarlıq, mədəni məlumatlıq, fəal vətəndaş mövqeyi, riyazi mühəndislik, elm və texnologiyanın əsas kompetensiyaları, savadlıq, çox dil bilmək kompetensiyası. Məsələn, desələr ki, 21-ci əsr bacarıqlarından siz hansını özünüzdə inkişaf etdirmək istəyirsiniz? Hansı sizdə zəifdirsə, çalışın savadlılıq deməyin. Çünki savadlılıq oxuduğunu anlamaq, düzgün nitq bacarığı olmaq, dinləmək bacarığı olan, fikrini düzgün ifadə etmək, oxu yazı bacarığı olan da deyəcək, onda yoxdur müəllimdə. Məsələn, mədəni məlumatlıq da ki, müxtəlif ölkələrin adət-ənənəsi və yaxud da öz ölkəmiz haqqında məlumatlı, informasiyalı olmaq, onlara hörmətlə yanaşmağımızdır. Bunu da deməmimiz düzgün çıxmaz. Fəal vətəndaş mövqeyidəki öz ölkəmiz haqqında baş verən hadisələr, ictimai və ya siyasi hadisələr haqqında məlumatımız olmaq, məsələn, adicə deyək ki, millət vəkillərini tanımağımız, ölkəmizin coğrafi məkanları haqqında məlumatımız olmaz, tariximiz haqqında məlumatımızın olması və yaxud da bəstəkarlarımız, onların yaradıcılığı, şairlərimiz, onların yaradıcılığı haqqında məlumatımızın olması, ölkədə baş verən hadisələr haqqında məlumatımız olmalı. Ona görə bunları desək, fəal vətəndaşı düzgün çıxması üçün, onda şəxs öz fəal vətəndaş deyil, ölkəsi haqqında məlumatı yoxdur. Sonra, məsələn, çox dil bilmək kompetensiyası da deyə bilərsiniz. Başqa dilləri öyrənmək istəyirəm daha çox dil bilim, bunu deyə bilərsiniz. Rəqəmsal savadlılığınız əgər zəifdirsə, İKT bacarıqlarınız zəifdirsə, bunu da deyə bilərsiniz ki, daha çox istəyərdim ki, məsələn, proqramlar üzərində işləməyi öyrənim. Belə bunları deyə bilərsiniz. Sonra qiymətləndirmə meyarları və nəyin əsasında müəyyən olunur? Əlbəttə ki, dərsin təlim nəticəsinə əsasən müəyyən olur ki, meyarlar, dərsin qiymətləndirmə meyarı da, dərsin təlim nəticəsi dərsin əvvəlində qeyd olunur. Yəni, meyar dərsin təlim nəticəsinə uyğun olmalıdır. Məqsədimiz nədirsə, ona uyğun qiymətləndirmə hazırlamalıyıq, ona uyğun meyar hazırlamalıyıq.
Qiymətləndirmə səviyyələri necə müəyyən edəcəyik? Əlbəttə ki, 4 səviyyə üzrlərində yəni çox zəif bilən, biraz nisbətən cavab verən, orta bilən və daha yaxşı bilən. Çünki şagirdlərimizin bilik bacarıqları eyni olmadığına görə belə hazırlayırıq. Konstruktiv rəy nədir? Biz bunu formativ qiymətləndirmədə geniş danışmışıq ki, formativ rəy şagirdi istiqamətləndirən, onu gələcəyə aparan, onu necə deyərlər, dəqiqliklə düzgün verən, müsbət rəyin verilməsi, əks əlaqənin qurulmasıdır. Sonra konstitutiv rəy söylə desələr, demişəm, onsuz hər dərs deyirəmsə, sinif idarə etmək texnikaları hansılardır? Bilirik ki, sinif idarə edən zaman yenə də buzqıran strategiyalarından istifadə etməliyik. Sinif idarə etmək üçün düzgün nizam-intizam yaratmalıyıq. Gözləntilər qoymalıyıq. İlin əvvəlində qaydalar tətbiq etməliyik. Dərsin, yəni gözlə görünən bir yerdən qaydalar asmalıyıq. Və yaxud da prosedurları tətbiq etməliyik. Prosedurları davamlı 21 gün tələb etməliyik ki, uşaqlar artıq vərdiş halına çevrilsin. Qaydaları da eyni zaman xatırlatmalıyıq. Yəni sinif idarə etmək üçün müəllim gərək düzgün konfliktlər yaranmaması üçün düzgün strategiyalar müəyyən etsin. Dediyim kimi, şagirdlərdə empatiya bacarıqlarını inkişaf etdirsin, hörmət, anlayış. Bununla bağlı eyni zamanda dediyim kimi qaydalar, prosedurlar da qoya bilərik. Təlim nəticəsi ilə təlim məqsədi eyni anlayışdırmı? Sual verə bilərlər. Demək olar eyni anlayışdır da. Təlimin nəticəsi nədir? Elə nəticəyə çatmağımız, məqsədə çatmağımızdır da. Məqsəd qoyuruq, təlim nəticəsidir ki, yəni sonda ona çatırıq, nail oluruq. Demək olar eyni anlayışdır. Motivasiya necə qurarsınız? Açıq suallarla, yəni bunu müxtəlif eləyə bilərik də müəllimlər. Şəkildən, videodan istifadə edə bilərik, hər hansısa bir PDF-dən istifadə edə bilərik, hər hansısa bir görüntüdən istifadə edə bilərik, yəni müxtəlif formada. Bu tənbəl yuxulu şagirdə mən necə vəsləndərsiniz? Bunlar özünüzə məxsus da cavab verə bilərsiniz, buradan da istifadə edə bilərsiniz. İnklüziv təhsil nədir? İnklüziv təhsil bilir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlardır. Sizə desələr inklüziv demək nə deməkdir? Heç vaxt demək əngəlli uşaq, problemli uşaq, nöqsanlı uşaq, xəstə uşaq. Heç vaxt bu sözü deməyin. Xəstə uşaq kobud yanaşılır, xoşlarına gəlmir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlardır ki, onların da digər uşaqlarla bir yerdə təhsil imkanlarına yararlanması, bərabər hüquqlu şəkildə təhsil almaları, yəni bunların ayrı seçkilin qoymamasını, inklüziv təhsilin yaranmasıdır ki, onlara da yəni tədris prosesi onlar üçün də əlçatan olması inklüziv təhsildir ki, burada psixoloji, intellektual tipi zəif olan uşaqlar da inklüziv sayılır. Çox intellektual tipi, çox zəif olanda 7-ci sinifdə 2-ci sinifin şuuru var onda. Bax, bu da inklüziv sinif sayılır. Nə olsun ki, görünüşündə bir əngəl yoxdur. Eyni zamanda Down sindromlu uşaqlar ola bilər, yüngül autizmli ola bilər, nə bilim, əqli geriliyi ola bilər, nitqində problem olan, kəkələyən uşaqlar, ağır eşidən uşaqlar fərqli ola bilər. Onların da həmyaşıdlarla birlikdə hər kəslə bir yerdə səmərəli tədris formasından istifadə etməsi, təhsil imkanlarından yararlanması inklüziv təhsil deməkdir. Sonra standarta görə mövzu seçilir, yoxsa mövzuya görə standart seçilir. Əvvəlcə hər sinif üçün standartlar, sonra isə həmin standartları reallaşdırmaq üçün mövzular müəyyən olur. Çünki standartları düzə dövlət tələb qoyub ki, bunları reallaşdırmalısınız. Biz də seçirik ki, bu standartları reallaşdıran zaman hansı mövzudan istifadə etsək, hansı mövzuna keçirən zaman o standartı qarşısına qoysaq reallaşdıra bilərik ki, uyğunluq təşkil etməlidir. Mövzu ilə standartda gərək uyğun olsun. Yəni, belə deyək, heç əlaqəsi olmayan bir mövzu üçün bu standartı qoya bilmərik. O standartları ona görə seçirik. Təlim məqsədi şagirdə nə vaxt bilinir? Bilirik ki, dərsə başlayarkən şifahi şəkildə də bildirə bilərik, yazılı şəkildə də lövhədən yaza bilərik ki, təlim məqsədi şagirdlərə mütləq dərsin əvvəlindən qeyd olunur. Bil bacar müsabiqəsi nə vaxt olub? Bunlara baxarsınız müəllimlər. Sonra qrup işləri haqqında bax, burada məlumatlar var ki, qrup işi də hazırlayan zaman uşaqlara başa salmalıyıq ki, bir-birinin sözlərini kəsməsinlər, empatiya nümayiş etdirsinlər, bir-birlərinə yardım edərək işləsinlər, kömək etsinlər, hörmətlə yanaşsınlar, danışanın fikrinə hörmətlə yanaşsınlar, şəxsinə deyil, fikrinə münasibət bildirsinlər. Sonra kiçik qruplarla işi necə təşkil edərik? Bax, bunlar haqqında məlumat var, uzun danışmaq istəmirəm, video uzun çəkməsin deyə. Onlara oxuyarsınız. Bir dərsdə bir neçə təlim formasını istifadə etmək olarmı? Sual verilə bilər. Yəni, iş üsulundan. Əlbəttə olar. Məsələn, biz bilirik ki, düşün, cütləş, bölüş, paylaş iş üsulu var. Bax, görürsünüz, orada həm uşaqlar fərdi olur, həm cüt olur, həm qrup, həm də bütün kollektiv olur sonunda. Və yaxud da qartopu texnikası.
Ona görə bir dərsdə bir neçə təlim formasından istifadə etmək olar. Təlim formalarımız hansılardır? Fərdi, cütlər, qrup, bir də kollektiv. Fərdi bilirik ki, tək, cütlər 2 nəfərlə, qrup 3, 4, çox vaxt 4-5 nəfərdən çalışmalı, çox olmasın. Kollektivdə bütün sinifdən müzakirəli şəkildə. Təlim forma və üsullarından nəyə əsasən müəyyən olunur? Məsələn, bir var, əqli hücum, Venn diaqram və s. Bunların da adlarını mütləq öyrənin. Qiymətləndirmə meyarını nə üçün müxtəlif səviyyədə yazırıq? Çünki bütün şagirdlər eyni səviyyədə olmadığına görə bunları bayaqları demişəm deyə üstündən keçirəm. Taksonomiya nədir? Yunan sözü olub, qayda düzülüş deməkdir. Yəni taksonomiya bizə niyə lazımdır sual versələr müəllimlər? Çünki biz bilirik ki, müəllimlər taksonomiyada belə deyək də bax ümumiyyətlə biz bundan istifadə edirik. Biz buna uyğun hazırlanmalıyıq. Əvvəlcə uşaq xatırladırıq, sonra anlayır. Sonra məsələn bunlar mərhələ-mərhələ olur. Bizə bu taksonomiya ona kömək edir ki, dərsi sadədən mürəkkəbə doğru keçək. Şagirdlərə sadədən mürəkkəbə doğru yanaşaq. Əvvəlcə mövzunun məsələn deyək ki, qaydalarını xatırladaq. Sonra məsələn anlamaqlarını yoxlayaq ki, müqayisə eləsinlər, nümunə gətirsinlər. Sonra tətbiq etməklərini istəyək, onunla bağlı tapşırıq verək. Sonra təhlil etməklərini istəyək. Sonra dəyərləndirmək, sonra yaratmaqla bağlı bir şey. Çünki yəni xatırlamayan insan anlaya bilməz. Anlamağı bilməyən tətbiq edə bilməz. Tətbiq etməyən təhlil edə bilməz. Ona görə bunlar bir-bir olduğuna görə, yəni taksonomiya biz onu kömək edir ki, tapşırıqları hazırlayan zamanda sadədən mürəkkəbə doğru hazırlayaq. Eyni zamanda biz bax adicə summativ hazırlayan zamanda görürsüz 4 səviyyəli hazırlayır. Yəni sadədən mürəkkəbə doğru. Suallar hamısı eyni səviyyədə olmur ki. Sadə də var, xatırlamaqla bağlı suallar da var ki, uşaq xatırlayıb cavab verir. Anlamaqla bağlı da olur, tətbiqlə də bağlı olur, məsələn açıq suallar. Yəni müxtəlif səviyyədə hazırlayırıq. Ona görə bizə taksonomiya o barədə kömək olur. Kim tərəfindən nə vaxt olub düşəsi deyil, Benjamin Bloom tərəfindən əsası qoyulub. 3 cür taksonomiya var: idraki, emosional və psixomotor. Əsasən idraki taksonomiyadan istifadə edirik. Yəni ondan sonra onun həmkarları Benjamindən sonra ilk dəfə 1956-cı ildə yaranıb Benjamin Bloom tərəfindən. Sonra onun həmkarları üzərində çalışıb dəyişiklik etmişlər. Feillərində, adlarında dəyişiklik etmişlər. Şagird sizi sevir yoxsa fənninizi, bunlar müəllimlər oxuyarsınız. Oradan da cavab kimi özünüz də siz baxarsınız. Bunlar psixoloji sualdır. Sonra pedaqoq sözünün mənası nədir? Pedaqoq Yunan sözüdür. Uşaq yönəldən, uşaq öyrədən mənasını verir əsasən. Pedaqogika sözünün mənası nədir? Bu da Yunanistanda meydana gəlmişdir. Deməli, belə deyək, uşaqların təhsil ocaqlarının aparılıb gətirilməsi, o vaxtı uşaqları aparıb gətirən şəxs, tərbiyələndirən şəxslərə deyilirmiş. Pedaqogika haqqında nə haqqında elmdir? Tərbiyə, təlim-tərbiyə, tədrisin forması, metodu ilə bağlı bir elmdir. Didaktika nədir? Didaktika pedagogikanın bir bölməsidir. Təhsil və təlimin mahiyyətindən, məqsəd və vəzifələrindən, prinsip, metodlarından, qanun uyğunluqların vasitələrindən, təşkili formalarından bəhs edir. Təlim və təhsilin fərqi nədir? Müəllimlər, təlim kiçik anlayışdır, təhsil böyük anlayışdır. Təlim, məsələn, bir dərs bizim bir təlimimizdir. 1:45 dəqiqə bir təlim həyata keçirik. Təhsil daha böyük anlayış. Təhsil illər sərf edirik. İllərin sonunda nail oluruq təhsilə. Məsələn, tutaq ki, görürsünüz, orta məktəbi uşaq oxuyur, bitirir, bir təhsilə yiyələnir, attestat alır. Və yaxud da sonra ali məktəbə qəbul olur, 4 il oxuyur, təhsilin bir səviyyəsinə yiyələnir. Orada məsələn, tutaq ki, oradan da diplom verirlər. Ali təhsil diplom səviyyəsinə yiyələnir. Yəni təhsil daha böyük anlayışdır. Təlim isə hər təlim, elə təlimin vasitəsilə təhsilə çatırıq da, hər təlimin vasitəsilə. Təlim isə bir dərs. Yəni bir dərsimiz bir təlimdir, kiçik anlayışdır. Disleksiya nədir? Bu bir növ nitqində biraz problem olan, sözləri düzgün tələffüz edə bilməyən, oxuduğunu anlamayan şəxslər var. Müxtəlif görürsünüz, bura yazmışam. B-ni P kimi oxuyanlar olur. Məsələn, 8 deyə bilməyən adam var. Adam var K deyə bilmir. Adam var məsələn T deyə bilmir. Yəni bax bu məqamlardır. Sonra şəxsiyyət tipləri hansılardır? İntrovertlər var, ekstravertlər var, ambivertlər var, müəllimlər. İntrovertlər qərarları tək verməyə üstünlük verənlərdir. Bax qətiyyən deməyin ki, introvertlər ünsiyyət qura bilməyənlərdir. Xeyr, introvertlər çox gözəl ünsiyyət qura bilirlər. Sadəcə onlar çox da sevmirlər.
Birgə öyrənməyi çox sevmirlər. Özləri öz qərarlarını verəndə daha çox sevirlər. Özüm qərar verim. Kimisə məsləhəti ilə, kimisə istəyi ilə yox. Özləri sonda özləri qərar versinlər. Öz fikirlərini yürüdürlər. Onlar sevirlər ki, məsələn, fərdi işlər verəsən o uşaqlara. Fərdi işləməyən insan var, deyir ki, mən təkliyi çox sevirəm. Tək qalanda özümü rahat hiss edirəm. Tək qalanda enerji gəlir mənə. Bax, bu introvert şəxsiyyət tipli insanlardır. O demək deyil, yenə deyirəm, onlar danışa bilmir, cəmiyyətə adaptasiya ola bilmir, utancaqdılar və yaxud da ünsiyyət bacarıqları yoxdur. Var, hamısı var. Sadəcə onlar bu zaman özlərini daha rahat hiss edirlər. Onlara belə daha xoşdur. Ekstravertlər isə əksinə, birgə öyrənməyi sevənlər, əməkdaşlıq ünsiyyəti. Adam var, deyir ki, bir 5 dəqiqə tək qalanda ürəyi sıxılır. Deyir, çıxın bir cəmiyyət içinə çıxın, bir çıxım havaya, nə bilim, və ya da bir yerdə bir sakit otur. Deyir, bir danışın, söhbət eləyin, deyin, gülün. Bu nədir? Sıxıldım sakitçilikdən. Bu ekstravert insanlardır və ekstravertlər başqalarının fikrini çox önəmsəyirlər. Öz fikirləri var, özləri qərar verə bilirlər. Sadəcə başqalarının fikri onlara maraqlı gəlir. Məsələn, tutaq ki, geyim alarkən kənardan fikir alırlar ki, bax görün necə yaraşır, fikrim maraqlıdır mənə. Başqalarının fikrini önəmsəyirlər, onların fikrini ilə çox vaxt edirlər və çox vaxt bəzən olur ki, başqasının fikri yaxşı olmadığına görə fikirlərində yanıla bilirlər, qərarlarını tez-tez dəyişə bilirlər. Çünki qərarsız olurlar da, bilmirlər necə etsinlər ona görə. Ambivert tiplər var. Ümumiyyətlə qeyd etməyi unutdum. Mənim introvert ekstravertlər haqqında Carl Jung yəni bu introvert ekstravert tipə görə bölmüşdü insanları. Ambivertlər isə bir növ ekstravertlə introvertin qarışığıdır. Ortasında bir yer alan şəxs. Mən deyərdim ambivert olmaq daha yaxşıdır. Çünki bəzən öz fikirlərini gərək həyata keçirəsən. Bəzən də başqasının fikri, məsləhəti də görürsən ki, pis deyil də, sənə faydası var. Onu da gərək dinləyəsən. İntrovert olanda dinləmirsən, fikir vermirsən, öz istədiyini yeridirsən. Ekstravert olanda da öz fikrini də önəmsəmirsən. Bəlkə də sənin fikrin yaxşı idi, amma başqasının fikrinə tez yönəlirsən. Ambivertlər isə başqasını da dinləyir, amma öz fikirlərini də önəmsəyirlər və ortaq bir qərar çıxarırlar ambivertlər. Təlim məqsədi nəyə əsasən müəyyən olunur? Mənimlə bunları dedim, təkrardır alt standarta görə. Alt standart nəyə əsasən müəyyən olunur? Hər sinif üçün alt standartlar var, dövlətin tələbidir. Yenə deyirəm, metodik vəsaitdə qeyd olunur bu alt standartların açıqlaması. Onun vasitəsilə illik planında düzülük, gündəlik planında düzülük və bizim məqsəd qoyulub qarşımıza ki, il ərzində bu standartları reallaşdırmalısınız şagirdlərinizdə. Dərsin məqsədində elə standart əsasən yerinə müəyyənləşdiririk. Bəzən dedik ki, alt standartın özünü dərsin məqsədi kimi də yazmaq olar. Bu suallar təkrarda oxuyub anlamaq bacarığı. Lütfüzadə adına riyazi məntiqi olimpiyadası haqqında nə deyə bilərsiniz? Və burada qeyd eləmişəm, soruşsalar cavab verə bilərsiniz. Respublika fən olimpiyadaları haqqında nə deyə bilərsiniz? Bax, buradan vaxt getməsin deyə qeyd olunub. Kenguru olimpiyadası haqqında nə deyə bilərsiniz? Bilirsiniz, hər bir məktəbdə olur kenguru yarışları. Ya bildiyiniz varsa oradan da qeyd edə bilərsiniz. Burada da açıqlaması var. Sistem layihəsi haqqında nə deyə bilərsiniz? Müxtəlif müəllimlərimizin bəziləri əksəriyyəti ilə sistem dərsləri keçir bildiyimə görə. Bilirsiniz də sistem nədir, keçirsiniz də bunları. Sistem, yəni bir çox məktəblərdə yaranmışdır. Bax, bunu görürsünüz, bir neçədən. Çoxdur məmlə növləri, məcbur deyilsiniz hamısını öyrənin. Birdən soruşsalar, bir-iki dərsinin adını deyə bilərsiniz. Yaranma tarixi 2019-dandır. Bax, bu sözlərin başlıq hərfi ilə yaranmışdır. Bax, görürsünüz, burada bu sözlərin başlıq hərfləri ilə yaranmışdır sistem sözü. Sonra, bax, bunun bir neçə dənə növü var, onlarda soruşsalar deyə bilərsiniz. Məsələn, nanotexnologiya, bax, burada qeyd edim. Məsələn, nanotexnologiya, robototexnikadır, gen mühəndisliyidir. Yəni, bir-iki dənə bunların adından bilsəz, birdən soruşsalar deyə bilərsiniz. Taksonomiya nədir? Bayaqları dedik. İcma əsaslı məktəbə qədər təhsilin inkişafı layihəsi haqqında nə deyə bilərsiniz? İcma da bilirsiniz də, məktəbə hazırlıq yox ha. Bir var məktəbə hazırlıq qrupları 5 yaşlı. Bir var 3-4 yaşlı uşaqlar icmaya gəlirlər, icma qruplarına. Daha kiçik yaşlı, 3-4 yaşında uşaqlar olur ki, bu da 2017-ci ildə yaranıb belə bir şey. 4 əsasən deyirəm, uşaqların 4 inkişaf sahəsi, sosial emosiyaların inkişafı, idraki bacarıqları, yaradıcı inkişaflarını, fiziki inkişaflarını əhatə edir ki, orada da uşaqlara elə böyük bir şey öyrədilmir. İdman eləyirlər, nə bilim, bir-iki dənə şəkillərlə nəsə öyrənmək. Yəni, bu da uşaqları bir növ, daha doğrusu, məktəbə qədər təhsil qrupuna qədər olan məqamlarıdır. Sonra müəllimlər üçün hansı müsabiqələr təşkil olunmuşdur? Ən yaxşı müəllim müsabiqəsi olub, onlayn dərs olub, elektron təhsil, təhsildə inkişaf, bunların adlarını çəkə bilərik. Müəllim pedaqoji qabiliyyəti hansılardır?
Bax, burada qeyd olunub, məsələn, didaktik qabiliyyəti, təşkilatçılıq qabiliyyəti, kommunikativlik qabiliyyəti, yəni kommunikativlik ünsiyyət münasibət deməkdir. Təşkilatçılıq qabiliyyətidir ki, kollektivdə təşkil etmək, möhkəmləndirmək, nəsə də bir iş təşkil etmək bacarığımızdır. Didaktik qabiliyyəti aydın, anlayışlı şəkildə çatdıra bilmək, izah edə bilmək. Yəni didaktik nədir? Düzgün fikrini çatdıra bilmək, onun dərsini uşaqlar anlayırsa, didaktik qabiliyyəti var müəllimin. Fikrini ifadə edə bilirsə, qarşındakı uşaqlara dərsi mənimsədə bilirsə, uşaqlar onun dediyini başa düşürsə, suggestiv qabiliyyəti, iradi emosional təsiri. Uşaqlara təsir göstərir, iradi baxımından təsir etməli. Uşaqlar ona inanmalıdır, etimadı olmalıdır. Məsələn, yox, müəlliməm mənə bu cür öyrətmişsiniz, elə budur. Müəllimə bir növ iradi baxımdan inanmaları. Pedaqoji təxəyyülü işin nəticəsinin əvvəlcədən görülməsidir. Tədqiqatçılıq qabiliyyəti, obyektiv qiymətləndirmə aparmaq, tədqiqat aparmaq, araşdırma aparmaq. Elmi idraki qabiliyyəti akademik qabiliyyətləridir. Təlim qabiliyyətidir ki, əyani vəsaitlər hazırlamaq, aydın ifadəli, inandırıcı nəql etmək bacarığıdır. Yəni dərsi düzgün keçə bilmək bacarıq. Sonra burada sinxron, asinxron tədris nədir müəllimlər? Sinxron tədris, bax, belə deyək də, məktəbdə hal-hazırda uşaqlara verdiyimiz təhsil sinxron tədrisdir. Bunun onlayını da olur. Məsələn, mən sizə həftənin görürsünüz, günlərimiz var. 3-5-ci günləri link atıram, hamımız qoşuluruq və saatı da bəlli etmişik. Bu sinxron tədrisə bir nümunədir. Burada hamı fikir ifadə edə bilir. Üstün tərəfi budur ki, əməkdaşlıq var, sosial bacarıqlar inkişaf edir, danışırıq, müzakirə edə bilirik, fikir ifadə edə bilirik, anındaca sual verib cavab ala bilirik. Sinxron tədrisdə əvvəlcədən vaxt müəyyən edilir, müəllim tərəfindən cədvəl qurulur ki, filan günlərdə olacaq dərs və eyni zamanda hamı həmin vaxta qoşulmalıdır. Qoşula bilməyən dərsdən yayınır, dərsdən qalır. Eyni zamanda məktəbdə də belədir də, yəni məktəbdədir ki, sinxronda da belədir ki, görürsünüz, əvvəlcədən cədvəl var. Məsələn, sizin dərsdə həftənin 3-cü günü olur. Uşaqlar 3-cü günü filan saatda bilir ki, sizin dərsiniz var, cədvəli var və cədvələ uyğun dərslərə qoşulurlar. Bu da sinxron tədrisdir. Görürsünüz, hamı eyni vaxtda bir ortamda olur. Onlaynın fərqi bir dənə budur ki, onlaynda hamı fərqli məkanlardan qoşulur. Adicə məktəbdə isə hamı eyni məkanda və eyni yerdə olurlar. Sonra asinxron tədris var müəllimlər. Asinxron tədrisi isə elə bilin ki, material qrupu, WhatsApp-da bir material qrupudur, yaratmışam. Mən sizə orada canlı dərslərə keçmirəm. Ancaq material atıram sizə. Bir növ WhatsApp qrupumuz var və siz o materialları istədiyiniz vaxtda özünüz artıq müəyyən edirsiniz də. Mən istəyirəm səhər oxuyuram, istəyirəm günorta, istəyirəm axşam oxuyuram. Özünüz üçün qrafik təyin edirsiniz. Asinxronda qrafiki müəllim təyin edir. Filan tarixdə hamı dərsə qoşulsun. Asinxronda özünüz təyin edirsiniz ki, filan tarixdə oxuyaram. Yəni bunun üstün tərəfi budur ki, məsələn, internet problemi yaşamırıq. Sinxronda internet getsə qalırıq dərsdən, amma asinxronda məsələn internet yoxdur, sabah oxuyaram, girib oxuyaram proqramdan. İstədiyiniz vaxt işləyirsiniz tapşırıqları, testləri və yaxud da belə bir şey var orada ki, müəllimlə əlaqə çox olmur. Asinxronun çatışmayan tərəfi budur ki, müəllimlə çox ünsiyyət qura bilmirik, çünki canlı olmur axı. WhatsApp qrupunda sualımız olsa yaza bilərik. O da müəllim anındaca cavab yazmır da. İndi haçan baxırsa, o zaman sizə cavab yazacaq, izah verəcək, tapşırıqlarınızı yoxlayacaq, nəticələrinizi yoxlayacaq. Canlı ünsiyyət yoxdur demək olar burada. Çox az dərəcədədir. O da yenə də WhatsApp qrupu vasitəsilə çatışmayan tərəfi budur. Üstün tərəfi budur ki, uşaq özü üçün metod təşkil edir ki, hə, mən bu saatda bunu oxuyaram, bunu belə eləyərəm. Sonra çatışmayan tərəfinin biri də budur ki, sualı yananda anındaca müəllimdən soruşa bilmir. Sualı yarananda gərək müəllimə WhatsApp-da yazsın ki, müəllim falan şeyi başa düşmədim. Amma sinxronda başa düşməyəndə elə dərs vaxtı anındaca sual verirsən. Sonra hibrid tədrisdəki sinxronla bir növ asinxronun qarışığıdır. Hibridi belə başa düşün ki, məsələn, dərsdə uşaqlar oturub dərs keçirsiniz. Sinxron şəklində də. Dedik, axı, sinxron həm onlayn ola bilir, həm də canlı keçdiyimiz, məktəbdə keçdiyimiz dərs sinxrondur. Uşağın biri də bugün səhhəti ilə əlaqədar dərsə gələ bilməyib, nə bilim, ayağı sınıb gələ bilmir. Mən onu kompüter vasitəsilə dərsə qoşuram, video şəklində dərs izləyir. O da orada ona da tapşırıq verirəm, o da oradan soruşuram. O da dərsdə gedişatı görür. Bir növ sinxron, asinxronun bir növ qarışığı yaranır. Hibrid tədris olur bu. Sonra pandemiya dövründə Azərbaycan tədrisi necə aparılırdı? Pandemiya dövründə bilirsiniz ki, müəllimlər biraz dərslər oldu, dayandı. Bir müddət oldu, dayandı. Sonra tamam bağlandı da məktəblər. Tamam bağlandı və ondan sonra onlayn şəklə keçildi. Elə dediyimiz kimi
onlayn sinxrona keçirildi bir növ. Yəni belə 2020-ci ildə baş verilmişdir. Bu haqda bilirik. Yəni bunun haqqında buradan oxuya bilərsiniz. Diferensial təlim nədir və təlimin necə təmin edirsiniz? Diferensial təlim bilirsiniz nədir? Hər bir şagird fərdi yanaşmaq, hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə almaq, intellekt tiplərini nəzərə almaq, öyrənmə tərzlərini nəzərə almaq diferensiallığı həyata keçirməkdir. Məsələn, elə şagird var ki, oxuyub anlayır, yazaraq daha yaxşı öyrənir. Uşaq var, danışanda daha yaxşı öyrənir, audialdır. Uşaq var, vizualdır, görüntü ilə daha yaxşı öyrənir. Uşaq var, kinestetikdir, hərəkətlərlə öyrənir. Biz dərsi izah edən zaman müxtəlif tipləri, intellekt tiplərini nəzərə alırıqsa, həm görüntü göstərirəm, həm dərs danışıqla izah verirəm ki, audiallar da başa düşsün, həm qeydlər aparıram ki, uşaqlar yazın bu qeydləri ki, oxuyub yazaraq olanlar da öyrənə bilsin, həm də hərəkətlərlə nəsə göstərirəmsə, mən burada diferensiallığı qoruyuram. Və ya da uşaqları da deyirəm ki, seçiminizə buraxıram. Məsələn, uşaq var, deyir, mən bu mövzuna bağlı bir şəkil çəkim gətirim, sxem qurum. Bax, bu vizualdır. Deyirəm, eyb yox, gətir. Uşaq var, deyir, olar danışım, fikrimi ifadə edim. Deyirəm, hə. Adam var, deyir, olar yazılı şəkildə gətirim fikrimi. Hamıya şərait yaradıramsa, öz öyrənmə tipinə uyğun tapşırığı təqdim etsin, hər kəsin fərdi xüsusiyyətlərini nəzərə alıramsa, fərdi yanaşıramsa, burada diferensiallığı qoruyuruq. Bu qədər müəllimlər. Mən burada dedim məqamları, siz də özünüz üçün bir də baxarsınız, mütləq bunu oxuyarsınız.